Ya Rəbb, ordular Allahı, sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb. Zəbur 89:8. Allah bu sözlərlə deyir. Dan yeri sökülür. Birazdan günəş yer üzünə öz nurunu saçacaq. Qaranlıq çəkiləcək. Heç izi belə qalmayacaq. Sanki heç olmamış kimi. Əzizim, bu günə mənimlə birlikdə başlamaq istəyirsənmi? Mən səninlə birlikdə bu günə başlamaq, nəinki yalnız günə başlamaq, həm də bu günü səninlə keçirib, axşamı da səninlə bitirmək istəyirəm. Sabahki günlə bağlı nə qədər narahat olduğunu bilirəm. Buna görə də sənə hər günü mənimlə başlamağı təklif edirəm. Əzizim, sevdiklərini və planlarını mənə əmanət et. Hər gün mən əmanəti göz bəbəyim kimi qoruyuram. Əziz balam, sevdiklərin həm də mənim sevdiklərimdir. Ona görə də onları mənə burax. Çiyinlərinə gücündən artıq yük alma. Bu səni tez yorar. Sənin işin hər səhər mənə şükür nidaları səsləndirmək olsun. Çünki bu məni razı salır. Hər axşam tövbədə yatmağın könlümü rahat edir. Mənim ağıllı balam, bu dünyada vaxtın nə zaman bitdiyini bilmirsən. Ona görə də hər anını mənə etibar et. Çünki sən tək edə bilməyəcəyin hər şeyə mənə etibar sayəsində gücün çatar. Mənim sədaqətimə inan. Taxtımın təməli sədaqətdəndir. Əzizim, bu günü mənə etibar etmək istəyirsənmi? Gəl birlikdə dua edək. Dediklərimi təkrarla. Ya Rəbb, bu sabah sənə təşəkkür edirəm. Sənin varlığınla günümə başlamaq istəyirəm. Məni səninlə dolu bir gün gözləsin. Sevdiklərimi, planlarımı və narahatlıqlarımı sənin əllərinə əmanət edirəm. Mənim yolumu düzəlt, qəlbimi sakitləşdir, məni öz sədaqətində qoru. Bu günü, hər anımı, hər nəfəsimi sənə həsr edirəm. Amin. Əzizim, artıq mən səninləyəm.